Prezident İlham Əliyevin quru sərhədləri açmamağına görə şəxsən təşəkkür edirik. Bəlkə kənardan sərt görünür, amma əslində bu qərarın arxasında sadə və dərin bir həqiqət var. Xalqın təhlükəsizliyi. Biz qonşu ölkələrdə nə baş verdiyini görürük. İranla İsrailin arasında gərginlik, terror təhlükəsi, qeyri-sabitlik, qaçaqmalçılıq, narkotik yolları və s. Və bu sərhəd bir dəfə açılsa, nəzarətə saxlamaq çətin ola bilər. Bəlkə də biz bunu adi vətəndaş olaraq hər zaman dərk etmirik. Amma dövlət başçısı olaraq o ölkənin bütün xəritəsinə, bütün risklərə və gələcəyə baxaraq qərar verir. Bəzən kimlərsə deyir, mən gedə bilmirəm, çətinlikdir. Amma bir adamın sərhədi keçməsi üçün açılması bəzən milyonların həyatını risk atmaq deməkdir. Məncə İlham Əliyev bu məsələdə populizmə yox, məsuliyyətə üstünlük verir və bu liderin əsl simasıdır. Xalqının xoşuna gəlmək üçün yox, xalqını qorumaq üçün qərar vermək. Görəsən biz sadə vətəndaşlar bu qərarın mahiyyətini tam anlaya bildikmi? Çünki zahirdə sərhədin bağlı qalması çoxlarına çətinlik, narahatlıq, hətta bəzən haqsızlıq kimi görünə bilər. Amma mahiyyətində bir qoruyucu divar dayanır. Azərbaycanın təhlükəsizliyi, sabitliyi, gələcəyi. Təəssüf ki, hər kəs məsələni dərindən dərk etmir. Çünki insanlar çox zaman bugünkü çətinliyə baxır, sabahki təhlükədən xəbərsiz olur. Amma prezidentin gördüyü mənzərə daha genişdir, daha uzaqdır. Sual budur, sərhədi açsaydı, sabah nələr baş verəcəkdi? Bunu düşünmək, hiss etmək hər kəsin işi deyil. Amma o düşündü və bu lider fərqidir. Bəlkə zaman keçdikcə daha çox insan anlayacaq ki, bu qərar bizi necə böyük risklərdən qorudu. Əgər Azərbaycan-İran quru sərhədləri açılsaydı, aşağıdakı risklər real idi və Prezident İlham Əliyev bu təhlükələri öncədən gördüyü üçün bu addımı atmadı. İran daxilindən nəzarətsiz giriş-çıxış, İrandakı bəzi dairələrin Azərbaycana qarşı düşmənçilik ritorikası, təxribatçı və ideoloji təzyiqləri, ölkəyə təsir etmək cəhdləri bu yolla daha da artacaqdı. Sərhəd açıq olsaydı, təxribat, casusluq və dini radikalizmin yayılması riski çoxalardı. İsrail-İran gərginliyi fonunda təhlükə. İran hazırda İsraillə açıq qarşıdurma içindədir. Azərbaycan sərhədi açılsaydı, İran bu keçidi öz maraqları üçün istifadə edə bilərdi. Üçüncü ölkələrin İran daxil olmaqla öz düşmənçiliyini Azərbaycan ərazisinə daşımaq riski vardı. Sərhəd bölgələrində sabitliyin pozulması riski, sərhəd zonalarına silah, narkotik və ya təhlükəli qrupların sızma ehtimalı artacaqdı. Bu da daxili təhlükəsizlik üçün ciddi təhdid ola bilərdi. Növbəti risk isə Azərbaycanın beynəlxalq mövqeyinə zərbə. İranla sərhədi açmaq Azərbaycanı qeyri-sabitliyin içində olan bir regiona çevrilmiş olardı və bu ölkənin müstəqil siyasətinə zidd addım ola bilərdi. Bütün bunlar göstərir ki, bu Coviddən sonraki mərhələ bəhanəsi yox, İlham Əliyevin mükəmməl idarə etməsidir.